Amma xoşbəxtliyin açarı bilirsən nədir? Xoşbəxtliyin açarı odur ki, mehribançılıq varsa ailədə Allah mehribançılığı əbədi eləsin, çörək olmaq da onun içindədir. Allah onların çörəyini bol eləsin, xoşbəxt yaşasınlar, əmin-əminlik içində yaşasınlar, ömürlərini çox eləsinlər. Çox mübarək. Çox sağ ol. Allah bizim oğlumu da xoşbəxt eləsin. Allah xeyrin versin. Yarayanlardan olsun. İnşallah nəvələrindən görəsən. Bəli, inşallah da nəvələrim də buradadır. Ha. İnşallah. Selamünaleyküm. Bu da bana avans geçmiş. Çaşırlardan. Kadın hep isterler. Çaşlardan. Aşı çok iyi. Geniş kadar bir şey yok. Böyük olan yerde kiçik var. Harbiden açma olmaz orada. Ne olmaz? Bardan açılsın. O genel şey olsun. Yani ruhsuz hareket olmaz. Ruhun vasıtasıyla baden hareketlidir. Bütün işareler, danışık, yemeklik, her ne varsa hamı ruhun kuvvesidir. Canım semara. Allah hayır etsin, Allah başka tebrik ederim. Bunlar ne kadar? Ya giren marifet paseta. Öyle İsmail Ramazan Allah kutlu olsun. Allah her iki tarafa hayır versin. Hoşbat olsunlar. Evet.